Bağışlayan və mehriban Allahın adıyla, cahanda bərqərar olmuş sözün hökmü ilə hər bir şey, tapılmaz dəhr bazarında sözdən mötəbər bir şey. Mən sözü yaradan Allahın adıyla hər birinizi salamlayıram. Bu günləri barəsində bəhs eləyəcəyimiz dahi şəxsiyyət Abbasqulu Ağa Bakıxanov olacaqdır. Allah ruhunu şad eləsin. Tədqiqatçıların bu barədə Abbasqulu Ağa Bakıxanovun şəxsiyyəti və əsərləri barəsində tədqiqatlara baxdıqda Abbasqulu Ağa Bakıxanovun çox şaxəli şəxsiyyəti və yaradıcılığı üzə çıxır. Onun ömrünün ilkin dövrləri Bakı şəhərində olmuşdur və Bakıda dünyaya gözlərini açmışdır və o erkən yaşlarında Quba şəhərində məskunlaşır və tədqiqatçıların qeyd elədiyinə görə bu dövrlərdə o ərəb və fars dillərin öyrənir və onun dini mühitdə böyüyüb boya başa çatdığı qeyd olunur. Onun əsərlərinə baxdıqda 3 dildə yaradıcılıqla məşğul olduğu görünür ki, bu həm ədəbiyyat sahəsindədir, həm də elmi fəaliyyəti olmuşdur ki, əsərlərinin adı qeyd olunub və kitablarının hər biri dövrümüzə gəlib çıxmışdır. Təbii ki, bizə daha çox maraqlı olan hissəsi, verilişimizin formatı ilə uyğun olan hissəsi onun yaradıcılığında olan Əhl-i Beytə aid əsərlərdir ki, ən məşhur əsərlərindən biri Kərbəla vaqiəsinə həsr elədiyi Riyazül Qüds əsəridir ki, o ustadımız mərhum Məhəmməd Füzuli kimi o yolu davam elətdirib. Necə ki, Məhəmməd Füzuli Molla Hüseyn Kaşifdən təsirlənmişdi. Abbasqulu Ağa Bakıxanov da Əllamə Məhəmməd Baqir Məclisinin Cəlalül-Uyun, Gözlərin Parlaqlığı adlı əsərdən təsirlənərək bu əsəri, Riyazül Qüds əsərin, Məqtəl əsərin Qubada olan şiə sakinlərin xahişi ilə yazmışdır ki, Azərbaycan dilində də bir məqtəl əsəri olsun. Və bu əsər 14 hissədən ibarətdir ki, Abbasqulu Ağa Bakıxanov çox məharətlə burada tarixi hadisələri mənzum şəkildə qeyd eləmişdir və o da ustadların ənənəsinə sadiq qalaraq Kərbəla vaqiəsindən əvvəl bu barədə xəbər verənlərdən İslam Peyğəmbərinin bu barədə sözlərindən danışdıqdan sonra digər hissələrdə Kərbəla şəhidlərinin adlarını və vaqiənin necə cərəyan etməsindən danışmışdır ki, Azərbaycan dilində olan məqtəl əsərləri içində özünə məxsus bir yeri vardır. Riyazül Qüds əsərinin Abbasqulu Ağa Bakıxanov qüdsi təxəllüsü ilə hər 3 dildə şeirlər yazmışdır və hətta özü ki, dini mühitdə böyümüşdür, öz ailəsini və övladlarını da bu cür tərbiyə etmişdir. Onun qızı mərhumə Tuğra xanımın bir beyti günümüzə gəlib çatmışdır ki, deyir, Tuğra xanımam hər iki dünyada əziz
kənizəm. Abbasqulu ağa qızı Zəhraya kənizəm. Allah o mərhuməyə də rəhmət eləsin. Abbasqulu ağa Bakıxanovun fəaliyyətinə baxdıqda onun geniş tərcüməçilik fəaliyyətini də görürük ki, hətta tədqiqatçıların qeyd elədiklərinə görə Gülüstan və Türkmənçay müqavilələrinin imzalanmasında Bakıxanov tərcüməçi kimi fəaliyyət göstərmiş və Gülüstan-ı İrəm adlı əsər yazmaqla Azərbaycan tarixçiliyinin əsasını qoymuşdur və onun şeirlərinə baxdıqda biz Riyazül Qüds əsərindən əlavə dini şeirlərinin şahidi oluruq və onun xanım Zeynəb haqqında bir şeirin səsləndirmək istəyirəm. Gəl olma rıza didəsi xumbar ola Zeynəb. Gəl olma rıza didəsi xumbar ola Zeynəb. Məzlum Hüseyn şümrə giriftar ola Zeynəb. Bu qədr bəla dağına yox tabu tavanım. Ləb təşnə verib canını sərdar-ı cavanım. Pəs lazımədur həşrə kimi ruh-ı rəvanım. Həsrətkeş didar-ı ələmdar ola Zeynəb. Düşsə güzərün qətligaha kan-ı mürüvvət. Əbbasə belə ərz edərəm baqəm-ı mühnət. İnsaf idi ey sərvər din sahibi qeyrət. Şam içrə gedib rövnəq bazar ola Zeynəb. Pərvanə kimi atəş-i hicranı və yannam. Əyyam-ı visali eləyib fikri dayannam. Zülfimi töküb nəşüvə alqanə boyannam. Qan ilə gərək arızı gülnar ola Zeynəb. Bir ahu çəkib verdi cavabın şəh dövran. Yandırdı məni sözlərin ey bikəs-ü nalan. Gər çarəm ola razı deyil canimə canan. Çöllərdə qalıb zar-ı diləfkar ola Zeynəb. Lazımdır bu can eşqidə alqana boyansın. Bu şeirin bu hissəsindən və bir öncəki beytdən etibarən İmam Hüseynin dilindən səslənir. Lazımdır bu can eşqidə alqana boyansın. Gülzar-ı vəfa xun-ı vəfa ilə sulansın. Meydanda gərək şəmimə pərvanə dolansın. Ol mərkəzin ətrafına pərgar ola Zeynəb. İndi düşəcək xak ilə xunə təni xəstə. Qətlimə hücumavər olar dəstə bə dəstə. Lazımdır gəlib qətrigaha nəşimin üstə. Başuna salıb qarə əzadar ola Zeynəb. Ərz eylədi çün qarət edər xeyməni ləşkər. Bir qarə tapılmaz ki salam başıma məcər. Qoymaz məni əfqan eləyim şümrü bədəxtər. Ta nəşivin üstündə gühərbar ola Zeynəb. Çox zülm edəcəklər məni məzlum fikarə. Çoxlar vuracaq sinəmə şəmşir ilə yarə. 3 gün gecə nəşim qala qoymazla məzarə. Qüdsi kimi matəmdə gərək zar ola Zeynəb. Allah mərhum ustadı sizləri və bizləri xanım Zeynəbin lütfündən binəsib etməsin inşallah. Və mən sonda öz yazdığım qəzəllərdən birini səsləndirmək istəyirəm. Hər nəsnə varlığında məhəbbət nişanı var. Hər nəsnə varlığında məhəbbət nişanı var. Hətta məcazisində həqiqət nişanı var. Dünya onun marağını cəlb etməz ey könül. Alnında bir qulun ki ibadət nişanı var. Aşiq məzar-ı eşqi öpüb nəfsi ram olub. Artıq nəfəslərində kəramət nişanı var. Kəbə amansız ayrılığa dözməyib yəqin. Baxsan divarı üstünə həsrət nişanı var. Mahi ədəb kəfənlədi ol şəmsi isməti. Gördü qabırğasında cərahət nişanı var. İman şərtüdür ona bilmək nə çarədir. Peyğəmbərin belində nübüvvət nişanı var. Qədrin nə olduğunu düşünüb qədr-i xumə bax. Bəlkə yol ayrıcında hidayət nişanı var. Dəccalə kim ki ram ola qəlbində o kəsin kin rəmzi küfr ləfsi zəlalət nişanı var. Ali Rəsulə eşq elə məsum olanların hətta baxışlarında risalət nişanı var. Lütf əhlidir peyğəmbəri əhli səadətin. Ömrümdə lütfü var ki səadət nişanı var.
təsir Hüseyni qəlbivə azim edib bugün. Şeirində əzm-i rahə, cəsarət nişanı var. Allah bizi Peyğəmbər və Ali Peyğəmbərdən ayrı salmasın. Çox sağ olun, Allah amanında.